Ümidvaram qurduğum sistem məni yanıltmaz və hər şey deməli sistemin baxımından Bonakva suyunu, kran suyunu doldurmuşam butulkasını. Söykəmişəm, belə telefonla söykürəm ki, telefon çəkə bilsin məni. Hər kəsə salam. Bu video artıq hər şeyi yekunlaşdırmaq videosudur. Açığını istəyirsinizsə mən bu videonu artıq iyun ayında falan çəkməyə cəhd göstərmişdim. Sadəcə olaraq gözlədiyim müəyyən məqamlar mı var idi deyim və yaxud da tam özümü hazır hiss eləmirdimmi deyim, ya da deyilə biləcək çox bir şey yox idimi deyim, bilmirəm, amma yəni müəyyən səbəblərə görə videonu çəkmədim. Bəlkə də fikrimi tam olaraq izah eləyə bilməyəcəyimə görə. Yadıma düşdü. Son imtahan günüm idi. Ondan bir gün əvvəl falan başlamışdım bu videonu çəkməyə. Lakin o qədər emosiyalar aşıb daşırdı ki, yəni rus dilində başladım videonu çəkməyə, videonun ortasında başladım Azərbaycan dilində danışmağa. Çox qəribə söz-söhbətlər baş verdi. Lakin bayaqlarım oturmuşdum təzə evdə. Deməli, hamınızın bildiyi kimi Ada Həyatı adında bizim ada sakinləri adında YouTube kanalımız vardı. Orada playlist vardı, Ada Həyatı. O videoları gözdən keçirəndə açığını istəyirsinizsə artıq başa düşdüm ki, həqiqətən də yəni bu hekayəni yekunlaşdırmaq lazımdır və öz düşüncələrim, öz fikirlərim, 4 illik universitet həyatı necə keçdi və nə oldu, nələr yaşandı kimi bir feedback buraxmaq lazımdır. Hal-hazırda eynəyimi silirəm. Və açığını istəyirsinizsə həqiqətən də çox həyəcanlıyam. Yəni həqiqətən də deyilə biləcək çox şey var. Həqiqətən də çox şey var. Demək istədiyim də çox şey var. Lakin deyə biləcəyim şeylər demək istədiyim şeylərdən çox daha azdır. Çünki mən bu söhbətləri aparandan sonra heç kimdən gedib nə söhbətə çıxmaq istəmirəm, nə yəni razborka aparmaq istəmirəm. Çünki başım çox ağrıyıbdır və artıq çox yorulmuşam. Sadəcə hal-hazırda mənim istədiyim hər kəsdən və özümdən də, həyatdan da istədiyim, nə bilim, başımın dinc olmağıdır. Çünki mən başa düşdüm ki, 4 il ərzində mən o qədər çox yoruldum. İlk 2 il mənəvi olaraq çöküşlərdə idim, bilmirdim nə edeyim. Həyatdan nə istədiyimi tam olaraq algılamırdım. Ondan sonraki 2 il ərzində də yəni fiziksel olaraq çöküşdə idim. Çünki digər tələbələrdən, yəni bu bütün tələbələrə şamil olunmur təbii ki də. Həqiqətən də bəlkə də mənim kimi tələbələr çoxdur. Yəni mən çox az tanıyıram belə adamları. Həm universitetə gəlib dərs oxumaq, həm də işləmək və bunların ikisini də eyni dərəcəli və prioritet olaraq, öncəlik olaraq ikisini də eyni səviyyədə saxlamaq mənim üçün çox çətin idi. Lakin Allaha min şükür, həqiqətən də qurban olduğum elə bir imkan yaratdı ki, universiteti də yaxşı bitirə bildim, vaxtında bitirə bildim. İşlərim də şükür Allaha qaydasında gedirdi və müəyyən yollar açdı mənə işlədiyim yer və buradan da həqiqətən də iş yoldaşlarımın hamısına təşəkkür edirəm və universitetdə mənim yəni belə bitirə bilməyimə səbəb olan insanlar da çoxdur əslində. Mənə dəstək olan, kömək edən insanlar da çoxdur. Onlara da təşəkkür edirəm. Təşəkkürnaməm zaten bununla bitmir. Mən hər kəsə təşəkkür eləmək istəyirəm yəni universitetdə. Mənim danışdığım, tanış olduğum hər bir insan mənə müəyyən qədər bir faydası olubdur. Pisliyi olduğu kimi faydası olan insanlar da var. Elə insanlar var ki, sadəcə yaxşılıqlarını görmüşəm. Elə insanlar var ki, neytral olmuşam onlarla münasibətlə, lakin onlara qıraqdan baxıb, onların elədiyi səhvlərdən özüm üçün bir nəticə çıxartmışam. Yəni həyat belə davam edirdi də uşaqlar. Nəticə olaraq nə deyə bilərəm? Nəticə olaraq onu deyə bilərəm ki, 4 il tez keçdi. Düşündüyümdən daha tez keçdi. Mən birinci kursda qəbul olanda düşünürdüm ki, ayda 4 ilində oxumaq lazımdır. İnsanlarla danışacağam, insanlarla tanış olacağam. Kimlər gələcək, kimlər gedəcək və hətta mən heç kəsin gəlməyini və getməyini belə istəmirdim. Lakin o qədər çox insan gəldi, getdi. Gələn insanlardan heç vaxt getməz dediyim insanlar da getdi.
Gələn insanlar, ayda mən bu insanla heç danışmaram, heç bizim münasibətimiz davam eləməz dediyim insanlarla hələ də çox yaxşı əlaqədəyik. Yəni bəlkə də daha davam eləyəcəkdir. Bu, yəni həyatın sizə nə verəcəyini siz heç vaxt təxmin edə bilmərsiniz. Ona görə nə olur, nə olmur, hamısını qəbullanmaq lazımdır olduğu kimi. Əslində mən istəyərdim ki, videolara baxıb rəy bildirim. Sadəcə olaraq bu uzanacaqdı söhbəti. Ona görə heç onu eləməyəcəm. Zaten bu video uzun bir video alınacaqdı. Yəni əgər həqiqətən də axotunuz varsa baxa bilərsiniz. Amma mən bunu kimsə baxsın və yaxud da ki, bir fikir bildirsin və yaxud da ki, bir geri dönüş eləsin deyə eləmirəm. Mən sadəcə özüm üçün bu videonu çəkib və bura paylaşacağam ki, vaxt gələndə mən geri dönüb baxanda ən azından bu video bir referans olsun ki, mənə mənim yadımdan çox şey çıxa bilər. Amma hal-hazırda hər şey çox yaxşı yadımdadır və bunu burada sonsuzlaşdırmaq və ümidsiz şeydir. Necə deyirlər? Ölümsüzləşdirmək istəyirəm bu anı. Başlayalım da birinci kursdan. Birinci kurs haqqında əslində deyə biləcəyim çox bir şey yoxdur. Var, amma yoxdur. Var, amma demək istəmirəm. Çünki danışılacaq çox bir şey yoxdur. Birinci kurs həqiqətən də, yəni birinci kursam da, yəni freshman. Yəni öyrəşmə, adaptasiya periodu idi. Yəni həm ortama, həm şəhərə, həm insanlara, hər baxımından həqiqətən də çox çətin idi. Düzdür, yaxşı insanlarla tanış oldum. Və Rəbbimə həqiqətən də çox min şükür edirəm ki, elə insanlarla tanış oldum ki, birinci kurs mən, onlar mən hər hansısa bir səhv edəndə və yaxud da ki, səhv yola gedəndə mənə obyektiv olaraq düzün nə olduğunu göstərirdilər. Bu, təbii ki də, yenə deyirəm, hər kəsə şamil olunmur. Tanıdığım hər kəs bunu etmirdi. Lakin edən insanlar var, onları da Allah razı olsun onlardan, təşəkkür edirəm onlara. Boğazım qurudu. Bu arada Bizon mənə pul verməyib uşaqlar. Bu pulsuz reklamdır. Həqiqətən də çox gözəldir. Birinci kursda tanıdığım insanlar, bəli, birinci kursda tanıdığım bütün insanlar hələ də həyatımda deyil. İstəyərdim ki, birinci kursda tanıdığım bütün insanlar mənim həyatımda olsun. Hamısına bu şamil olunmur. Amma bəziləri həqiqətən də istəyərdim ki, hələ də həyatımda olsunlar. Lakin nə edə bilərik? Müəyyən hadisələrdən sonra bunun mümkün olacağına çox da inanmıram. Nəysə, birinci kursu belə yola verdik ki, həqiqətən də birinci kurs yola verdik də, yəni. GPA-im birinci kursun sonunda, səhv eləmirəmsə, 2.6 falan idi. Yox, 2.6 belə deyil idi. 2.7-lərdə falan bir şey idi ya. 2.7-lərdə falan idi. Amma mən həmişə istəyirdim ki, mənim GPA-im 3 olsun. Yəni, bu xəyalla yaşamışam həmişə. Universitet başladığından bəri özümə bunu sübut eləmək istəyirdim. Bilmirəm niyə. Yəni mən ümumiyyətlə xasiyyətimdə elə giz-giz şeylər var ki, özümə nəsə tupoy-tupoy şeyləri qabağıma bir məqsəd qoyuram. Ona nail oluram. Ondan sonra da deyirəm, okey, yaxşı, qayıdaq. Qayıdaq yenə köhnə yerimizə. Bunu nəyə görə edirəm? Əslində bunun çox məntiqli bir açıqlaması var. Mən hər səfərində bunu eləyəndə özümə sübut eləmiş oluram ki, yəni mənim edə bilməyəcəyim bir şey yoxdur. Və yaxşı, mən tutalım ki, hər hansı bir məqsədi yerinə yetirdim. Özümü belə rahat hiss edirəm. Əgər rahat hiss edirəmsə, mən həmin o tərzdə, lifestyle deyək də, bu lifestyle-da yaşamağa davam edirəm. Oturdusa, bəyəndimsə, eləyə bildimsə, zordur, əla. Misal üçün, bu müəllimlik karyeramda baş verdi mənim. Mən bir dəfə yoxladım, alındı, bəyəndim və hələ də davam edirəm. Məsələn, amma gəlin şeydən danışaq da, tupoy dediyim şeylərdən biri. Misal oldu, mən çökəlirdim. Nə bilim, çökəlirdim, olurdum arası bir, nə bilim, 97 kilo. Son çəkim ən son köşələndə mən gəlib çatmışdım 97 kiloya falan da. Sonra baxdım ki, 97 kiloda özümü rahat hiss eləmirəm. Yəni, həqiqətən də həm özümdən utanıram, həm özümdən irgənirəm. Bəyənmirəm də özümü lord dildə. Aynanın qabağına keçdim və dedim ki, yox, mən bunu istəmirəm. Zaten başlayıram ondan sonra arıqlamağa. Bu məndə 2020-ci ildə karantin vaxtında da olmuşdu. 2023-2024-cü illərdə mən ən arıq versiyam idi də. Yəni, həqiqətən də mən bilmirəm nəyə görə bu qədər motivasiya olmuşdum. Əslində bilirəm, nəysə. Həqiqətən də yəni dəhşətli dərəcədə motivasiya olmuşdum. Və dəstək olan insanlar da var idi. Ona görə bu qədər çəkini rahat ata bildim.
Amma yenə deyirəm, ondan sonra baxdım ki, misal üçün 72 kiloya düşmüşdüm də. O ərəfədə 94-lərdə falan idim, 92-lərdə idim, belə bir şey idi. Düşmüşdüm 72 kiloya. Hamı məni söyürdü. Ailəm elə bilirdi ki, mən acından ölürəm, dostlarım elə bilirdi ki, mən anoreksik olmuşam. Yəni normal bir şey yoxdur da yəni burada. Amma çox sürətli idim, özümü çox yaxşı hiss eləyirdim. Yəni ideal çəki deyərdimmi? Yox, ideal çəki deyil təbii ki də. Çünki lazım olandan biraz daha arıq idim. Hə, və indi son bu baş verəndə keçdim aynanın qabağına deyirəm 97 kilo nədir də yəni həqiqətən də çox yəni iri deyildisən də, yəni lırtsan, yəni köksən də, sən you're fat bro. Yəni belədir də. Ondan sonra yenə arıqlamağa başladım və hal-hazırda olduğum çəki misal üçün məni qane eləyir. Ona görə də hal-hazırda bu çəkini qoruyuram. Nəyə görə? Həm yaxşı görsənirəm, yəni öz düşüncəmlə, çünki mən özümə baxanda özümü bəyənirəmsə, that's okay. Və həm də özümü rahat hiss edirəm. İstədiyim qədər yeriyə bilirəm, istədiyim qədər qaça bilirəm. Futbol oynayanda misal üçün mən həmişə futbolla ölçürəm də. Əgər sürətim azalırsa, mən istəyib başa düşürəm ki, arıqlamaq lazımdır. Amma hal-hazırda hər şey okeydir, hər şey məni qane eləyir. Yəni belə tupoy-tupoy məqsədlər qabağıma qoydum da. Misal üçün onu da fikirləşirdim ki, ayda 3 GPA yığmaq lazımdır. Və əslində 4 ilin nəticəsində də bunu elədim. Mən universiteti 3+ GPA ilə bitirdim və buna görə də həqiqətən də həm yəni ətrafımda olan insanlara, Allaha və az da olsa yəni biraz da özümə təşəkkür edirəm ki, həqiqətən də bunu bacardım. Çünki mənim son semestrim çox yaxşı keçdi. Mən ağıllı bir iş görüb 4 dənə yox, 3 dənə free elective dərsi mən son semestrdə götürdüm və son semestrim mənim 3.67 GPA ilə falan bitdi. Yəni düzdür, yenə çox əziyyət çəkdim. Çünki level dərslər var idi, onları da oxumaq yəni baş ağrısı falan. Amma nəticə olaraq yəni bitirdim bunu. Və ikinci kursa keçəndə zaten mən bilmirdim, aydın, nə edəcəm? Yəni həyat başladı, oyda. Hə, ikinci kurs daha rahat oldu. İkinci kurs hətta deyərdim ki, ən gözəl illərdən idi. Yəni belə deyəsi olsaq, sadəcə olaraq ikinci kursun ikinci semestrində belə deyim də, ikinci kursun ikinci semestrində çox şeylər realize eləməyə başladım özlüyümdə. Heç vaxt bəlkə də özümə bağışlamayacağım səhvlər etmişəm müəyyən insanlara qarşı. Bəzi insanları onların istəmədiyi şeylərə təşviq eləmişəm. Və bəlkə də bunun nəticəsində onlar xoşbəxt olubdular, bilmirəm, amma həqiqətən də mən özlüyümdə fikirləşirdim ki, bir insan bir şeyi eləmək istəmirsə və sən onu məcbur edirsənsə, yəni gec və ya tez bunun nəticəsi pis olsa, vebali sənin boynuna. Və həqiqətən də mən o yükdən dəhşətli dərəcədə çox qorxuram. İkinci kursda mən exchange proqramını qazandım. Zagreb Universitetinə, Xorvatiyaya. Lakin getmədim. Bu da tupoy məqsədlərdən biri idi ki, mən sadəcə olaraq özümə sübut eləmək istəyirdim ki, hə, mən exchange proqramına düşə bilərəm. Düşdüm, amma getmədim. Nəyə görə? Açığı istəyirsənsə, yəni istəmədim. Yəni getmək istəmədim. Çünki fikirləşirdim ki, mən başqa yerə getmək istəyirdim. Rigaya getmək istəyirdim. Və Rigada həmin heç açılmamışdı. Zaten mən bunu sonradan biləndən sonra Zagrebə elə belə yazmışdım. Zagrebə qəbul oldum. Qəbul oldum. Heç nə. Ondan sonra da zaten belə-belə davam elədi bu söhbətlərin hamısı. Amma köhnə xəyallar gec və ya tez hardasa yəni gerçəkləşməyə başlayır da uşaqların. Çünki hal-hazırda Riga Technical University application-ımı göndərmişəm. Onlar mənə conditional acceptance letter göndərdilər. Dedilər, intervyudan keçməlisən və imtahanlar verməlisən. Keçdiyim imtahanların hamısından yüksək nəticə aldım. Buralara bir yerə şəkillərini falan qoyaram, bəlkə qoymaram. İntervyudan çox mükəmməl bir şəkildə keçdim. Və inşallah ora qəbul olsam, bəlkə də ora getdim əslində, amma bundan əvvəl yəni məqsəd Almaniya idi. Nəyə görə? Çünki Serdar Ziyadxanov adında bir dostumuzla ora getməyi fikirləşirdik. Sadəcə olaraq yəni bunun realizationu sonradan gəldi ki, axı mən buranı istəyirdim. Həqiqətən də Rigaya çox getmək istəyirdim. Və niyə də ki getməyim, nə yəni? Bəlkə elə getdim orada daha yaxşı oldu həyat mənim üçün. Bəlkə vaxtı ilə getmək istədiyim, vaxtı ilə düz bildiyim şeylərin arxası ilə qaçsam indi daha yaxşı bir şey alınacaqdı. Yəni elə peşman ol deyir mənim qardaşım həmişə mənə. Bir şey etmədən peşmançılıq yaşama. İndi onu edib peşman olaram mı, olmaram mı, onu görəcəyik artıq. Görək. Bunların hamısı qismət, nasib işləri. Qismət, yoxsa qismət. Ölürəm. Nəysə.
4-cü kurs, 3-cü kurs və 4-cü kurs zaten monoton keçdi. Yəni sırf dərs oxumaqla idi. Faillər var idi, retake'lər var idi və s. iş, güc və s. Yəni belə deyim də gic-gic dramalara heç və ya amma heç vaxt olmurdu. Var idi, dramalar var idi. Həqiqətən də dəhşətli dərəcədə çox drama var idi. Nə bilim, mənim müəyyən dostlarımla olan söz-söhbətlər, nə bilim, davalar, qırğınlar, şavalar, amma nəticə olaraq mən hal-hazırda heç kəsə qəlbimdə kin bəsləmirəm. Yəni necə kin bəsləmirəm? Yəni mən bunu rahat bir şəkildə açıqlamalıyam məncə. Həyatımdan çıxan insanların bəziləri ilə belə deyək də, həyatımdan çıxan insanların heç biri ilə bir problemim yoxdur. Yəni bundan başlayaq. Həyatımdan çıxan insanların əksəriyyəti ilə məndən soruşsan ki, Şamil, sən istəyirsənmi bu insanlarla yenə danışmaq? Bəziləri ilə hə, bəziləri ilə yox. Yəni bu artıq insanın öz fikridir. Ha, bu arada zəhmət olmasa bu videoya hər kim baxırsa, bundan zəhmət olmasa povod götürüb mən baş beynimi xarab eləməsin ki, ay da Şamil, sən kimdən danışmaq istəyirsən? Mən bu suallara cavab verəsi deyiləm əsla. Yəni ancaq o insan özü mənə yazsa ki, hansı ki mən deyirəm burada ki, bəs şeydə də danışmaq istəyərəm ki, heç kimdə desin mən borclu deyil ki, gəlsin bunu eləsin. Ancaq onda danışaram ki, özüm də götürüb yazası deyiləm. Nəyə görə? Müəyyən bariyerlər var, müəyyən sərhədlər var. Və normal olanda məncə, yəni mənim tərəfimdən bu olar. Yəni mənə yaraşan bu olar. Nəysə, yəni burada bu arada heç kəsə subliminal mesaj falan göndərmirəm, açıq-açıq deyirəm, kim üstünə götürürsə götürsün. Əgər bu video təbii ki də kimsə baxacaqsa, videonu YouTube-a bilmirəm altda 2 baxış mən və mən. Nəysə. Bəli, heç kəsli bir problemim yoxdur. Bəzi insanlar var ki, həqiqətən də çox əsəbiyəm. Dəhşətli dərəcədə əsəbi olduğum adamlar var. İstəyərəm ki, həyatlarında nəsə pis bir şey baş versin. Yox, deməzdim, istəmərəm. Allah onların canlarını sağ eləsin. Yəni heç vaxt ağrımasınlar, xəstələnməsinlər. Yəni özünüzə yaxşı baxın da, yəni özünüzü qoruyun. Valla can sağlığı olmayandan sonra, yəni qalan hər şey boşdur. Mən bunu öz üstümdə bu 4 il ərzində mükəmməl bir şəkildə sınayıb, yəni sizə açıq-açıq burada deyə bilərəm. Yəni əsəblərinizi qoruyun. Əsəblərinizi qorumaq üçün də yanınızda düzgün insanlar saxlayın. Çünki sizin ətrafınızdakı insanlar sizi həm çürüdə bilər, həm də çiçəkləndirə bilər. Yəni çalışın ki, həmişə yanınızda sizi çiçəkləndirən insanlar olsun. Məsələn, mənim saçım ağarıbdır. Bu mənim ətrafımda olan hər kəsə bir kapaq getdi də, yəni. Nəysə, sizə bir zarafat edirəm. Dəli adamlar kimi özümün danışırım, çox weird. Nəysə, bəli. Amma yenə deyirəm, Allah hər kəsin canını sağ eləsin. Müəyyən səhvlər var idi ki, mən yenə deyirəm, ola bilər ki, mən müəyyən səhvlər eləmişəm. Yəni, əgər həqiqətən də kiməsə qarşı, kiminsə haqqına girmişəmsə, kiminsə qəlbini qırmışamsa, yəni cani qəlbdən və könüldən həqiqətən də, yəni bunu, yəni burada tik olsun deyə eləmirəm, həqiqətən də üzr istəyirəm. Bəzi insanlar var ki, həqiqətən də mənim dobralığımı, xoş niyyətimi, yaxşı niyyətimi, zəiflik kimi və yaxud da başqa bir iyrənc formada algılayıbdılar və bunu başqa bir şey kimi qələmə gətiribdilər. Onlara haqqımı halal edirəm. Amma yaxşı idimi, zor idimi, düz idimi, ləzzət elədimi? Yox, təbii ki də ləzzət eləmədi. Amma yenə deyirəm, yəni məncə mən ümumiyyətlə həmişə çalışıram müəyyən şeyləri qabağımdakı insanların uşaqlığına verim, təcrübəsizliyinə verim və yaxud da ki, başa düşməməyinə verim, qanmamazlığına verim, belə şeylərə verim. Nəyə görə? Çünki başa düşürəm ki, heç kəs ideal deyil, heç kəs anasının qarnında bu həyatı necə düzgün yaşamaq lazımdır, onu öyrənmir. Və vaxt keçdikcə zaten sən öyrənirsən ki, kimlə, necə, harda, nə cür, nəyi, nə tərə algılamaq lazımdır. 4-cü kursa gələndə uşaqlar, 4-cü kursu da, yəni SDP və s. və ilahi, anamız ağlar qaldı. Yəni buradan Namiqə ekstra kredit verirəm həqiqətən də. Onunla həqiqətən də dəhşətli dərəcədə əziyyət çəkdik. Vaqifin haqqını yeyə bilmərəm. Vaqif də çox çalışdı. Və SDP-ni biz aylar keçdik. Şükür Allaha, min şükür. Yeri gəldi, uşaqlarla bir-birimizə həqiqətən də bir dərsdə kömək edirdik. Yeri gəldi, falan dərsdə misal üçün mənim başda daha yaxşı başım çıxan dərs var idi. Orada mən kömək edirdim. Belə-belə bir-birimizin boşluqlarını doldururduq və beləliklə də uşaqların əksəriyyəti yaxşı bir şəkildə universiteti bitirdi. Və
buradan universiteti bitirən hər bir şəxsə səslənirəm. Yəni həqiqətən də sən bu universiteti bitirmisənsə və həqiqətən də bu universiteti, yəni sən universiteti sən bitirməmisən, bu universiteti bitirdinsə, məncə sən ayağa qalxıb özünə alqışlamalısan. Yəni ciddən, çünki bu bir nailiyyətdir. Nailiyyət o deyil ki, sənin diplomun var və sən savad qazandın və s. Belə bir şey deyil də, yəni bu. Nailiyyət odur ki, sən sağ qala bildin. Yəni survival instinktlərinə həqiqətən də şey eləməlisən. Krediti verməlisən bu arada. Bəli, belə. Başqa nə deyə bilərəm? Əslində deyə biləcəyim çox şey var. Bu, təbii ki də üzərindən keçdim, detallara girmək istəmirəm. Onu demək istəyərdim ki, yeri olubdur həqiqətən də, yəni gəlin biraz daha bu söhbəti biraz deep eləmək lazımdırsa, gəlin bu söhbəti biraz deepləşdirək və mənim diskas eləmək istədiyim və müzakirə eləmək istədiyim müəyyən məqamlar var. Kiminsə bu xətrinə deyə bilər, kiminsə bu düşündürə bilər və demək istədiyim sadəcə odur ki, necə deyirəmsə elə də algılayın. Yəni özünüzdə həqiqətən, yəni belə deyim də, ağla gələn ilk nədirsə elə odur məncə. Sonra çalışmayın, nə bilim, mənə ya bəraət qazandırasınız, ya da məni düzgün başa düşməyə çalışasınız, ya da deyəsiniz ki, ayda Şamil belə dedi. Görəsən mən şey deyirəm, kaptırıram özümü, yoxsa həqiqətən də bunu nəzərə saldı. Yəni vallahi nə deyəcəmsə, məni tanıyan insanlar məni tanıyır da, elə nə düşünürsənsə elə onu deyirəm. Mən nə qədər də dildə acı da olsam, mən nə qədər radikal da olsam, sözü üzə deyən də olsam, nə bilim, yəni qnida da olsam, mən həqiqətən də qəlbim yumuşaqdır. Yəni ciddən. Mən bir insan üzünə nə bilim söyə də bilərəm, mənim nəyim varsa dilimdədir. Söyə də bilərəm, döyə də bilərəm, dalaşa da bilərəm. Amma həqiqətən də o insan, əgər həqiqətən də o insanı çox istəyirəmsə və yaxud da çox istəmişəmsə, özüm eləyərəm bunu. Lakin sonra gəlib üzr istəməyini də bilərəm və belə deyək də, könlünü almağı da bacararam. Kimsə məni burada buna görə yargılayacaqdırsa, buyurun, xoş gəlmisiniz mənim kanalıma. Çıxa bilərsiniz indi, əgər məni yargılayırsınızsa, çünki mənim vecimə deyil. Nəyə görə yargıdan utanmıram və yaxud da yargıdan çəkinmirəm və yaxud da yargıdan qorxmuram? Çünki bu 4 il ərzində mən o qədər sifətlər görmüşəm ki, yəni 4 ili də bir tərəfə qoyaq. Yəni sadəcə burada universitetlərlə mən universitetlə limitləndirmək istəmirəm. Mən bundan əvvəl Türkiyə kimi bir yolum da olubdu, bir vizitim olubdu. Yəni mən oradan başlayaraq artıq mən bilirəm ki, insanlardan hər cür hər şey çıxa bilər. Ən ideal dediyimiz insan çıxardıb elə bir zibil qoyur ki ortaya. Sonra qayda intihası deyə bilmirsən. Ay, desən beləydin. Yox, gözləmək lazımdır. Bu insandan da belə şey gözləmək lazımdır. Ona görə kim ki məni yargılayır öz aləmində ki, ayda Şamil belədir. Yəni sənin özün nəsən? Sənin özün nəsən də, yəni. Sən, yəni gecələr oturub düşündüyün, o fikirləşdiyin giz-giz söhbətlər var ha. İnanırsan ki, o kimsə danışsan səni yargılamayacaqdır. Ona görə mən həmişə insanlara deyirəm ki, yəni gecə oturub fikirləşdiyini gəl mənə denən, mən səni yargılayacağam. Ondan sonra bax gör bu necə kayf verir. Yəni heç kəsi yargılamasın, çünki yəni bunun yeri yoxdur. Adı da yoxdur. Mən nə deyirdim? Darıxmaq. Bəli, həqiqətən də yəni əlimdə şans olsaydı, yəni bu yenə deyirəm, bütün insanlara şamil olunmur. Nəyə görə bunu deyirəm? Burada mən sizə mesaj göndərmək üçün çəkmirəm. Bu videonu çox belə şey eləməyin, şəxsinizi algılamayın. Sadəcə olaraq müəyyən şeylər var ki, istəyərəm ki, siz də biləsiniz. Ən azından mənim ağlımdan keçən nədir sualı varsa sizin beyninizdə. Yəni əgər addım sırası məndədirsə, mən də belə bir addım atmağı seçirəm. Həmin o insanlarla yenidən dost olaramı? Qaytara bilmərəm yəqin ki. Bəzi insanlarla qaytara bilərəm, çünki o insanların ağlının içindən nə keçdiyini çox gözəl bilirəm. O insanların nədən var olduqlarını, o insanların içlərinin nədən ibarət olduğunu çox yaxşı bilirəm. Hələ də. Baxmayaraq ki, yəni bu insanların əksəriyyəti ilə mən neçə ildən çoxdur danışmıram, lakin mən vaxtında gördüklərim mənə o qədər kifayət edir ki, insanlar dəyişir sözünə mən çox da inanan adam olmadığıma görə, yəni hələ də deyə bilərəm ki, yəni bəzi insanlar var ki, onların içlərini mən bilirəm, əzbərə bilirəm. Yəni o insanların deyərəm ki, bəzi şeylərdə günahı yoxdur.
sadəcə olaraq düzgün yerdə, düzgün vaxtda olmayıbdılar ki, elədikləri səhvləri eləyibdilər deyərdim. Çünki insan oturub fikirləşir ki, sonradan ayda mən bu səhvi etdim. Öz-özünü algılayır, öz-özünə başa düşür. Lakin əlindən nəsə gəlirmi? Yox, heç nə eləyə bilmir. Ya egosu imkan vermir, ya da yenə deyirəm, ətraf mühitin qınağından qorxur. Amma mən yenə deyərdim, əgər ətraf mühitin qınağından qorxursunuzsa, bu həyatda xoşbəxt olmayacaqsınız. Nəsə etmək istəyirsinizsə, həyatda ciddi bir dəyişiklik etmək istəyirsinizsə və görürsünüzsə ki, həqiqətən də yəni buna şans yaradılır, həqiqətən də yolu var da bunu eləməyin. Və yenə də içinizdə bir qorxu var. Ayda, əgər mən bunu etsəm, əlimdə olanların hamısını itirə bilərəm. Nə bilim, hər kəs məni qınamağa başlayar, heç kəs məni düzgün algılamaz. Uşaqlar, mən sizə onda gəlin belə bir sual verim. Sizin bu yerə gəlib çatmağınız başqalarının düşüncəsi ilə mi oldu ki, siz indən sonra başqa bir şey eləsəz, onlar sizə gəlib yargılamağa haqq qazandırırsınız onlara? Məncə yox. Bu sizin həyatınızdır. Siz həyatınızda nə edirsinizsə özünüz üçün edirsiniz. Yəni çalışın heç kəsin qınağından qorxmayın. Yəni kimsə qınasa qələt eləyir də, gəlirsən özünə deyirsən ki, yəni nə bilim, xeyr ol, indi üzümə də nə deyə bilərsən? Nəsə qayda deyil, yaxşı eləyirəm. Bu qədər. Lap istəyirsən arxamdan 100 danışsın. Onlara əksər vaxtı ləzzət eləməyən bilirsiniz nədir? Əksər vaxt onlara ləzzət eləməyən bir odur ki, onlar sizin qədər ola bilmirlər. Və yaxud da ikincisi, onların da eləmək istədiyi şeyi siz elədiniz, onlar eləyə bilmədi deyə yanıb yaxılırlar. Bu ikisindən biridir. Yəni bu qınayan insanların əksəriyyəti həqiqətən də sizin elədiyinizi eləmək istəyən adamlardır. Ona görə ona çox da düşməyin də yəni. 30 dəqiqədə video çəkirəm ya. Adam nə qədər da. Həyatınızda heç nədən qorxmayın uşaqlar. Həyatda heç nədən qorxmaq lazım deyil. Nəyə görə deyirəm? Qorxursan bir addım atmaqdan. Onu eləmirsən. Sonra peşman olursan. O qədər var elə bir peşmançılıqlarım. Həqiqətən də o qədərdir. Yəni saysız hesabsız. Ayda kaş bunu vaxtında eləyəydim. Ayda kaş bunu vaxtında eləyəydim. Və başa düşürəm ki, indi elə bir peşmançılıqlarım var ki mənim indi. Yəni inana bilmərsiniz də, yəni həyatımı, yəni X-dən Y-ə dəyişibdi də. Yəni perpendikular, yəni elə bir şey təsəvvürünüzə gətirə bilmərsiniz. İndən sonra nəyisə görüb qaytara bilərəmmi? Qaytara bilərəm bəlkə də. Lakin bunun üçün nə bilim, nə lazımdır? Ciddi bir səbəb lazımdır. Elə bir ciddi səbəbim varmı mənim? Yox, yoxdur. Nəyə görə eləyim? Hal-hazırda davam elədiyim yol, yəni uyğun yoldur, düzgün yoldur. Yəni mən bunu belə algılayıram. Həyatımı həqiqətən də mənim kardinal şəkildə dəyişməyim üçün mənə keçərli bir səbəb verməlidir. Yəni hər hansı bir şey. Yəni həyat mənə həqiqətən də yəni keçərli bir səbəb verməlidir ki, Şamil, bax buna görə sən həyatını dəyişməlisən. Mən də onu görmədiyimə görə nəyə görə də dəyişim. Amma yox, sizin həyatınızda həqiqətən də görürsünüz ki, nəsə yolunda getmir. Ayda mən özümü xoşbəxt hiss eləmirəm. Yəni nə bilim, həyatdan istədiyim qədər zövq ala bilmirəm. Həyatın yəni 10-da 10-unu qəbul edə bilmirəm. Yəni həyatın nə bilim 10-da 4-ü gəlib mənə çatır, 6-sı da şeydir də, yəni o şey termodinamikanın ikinci qanunu. Nə yaranırdı? Ay Allah. Waste energy. Redundancy yox. Nə yaranır da, ay Allah? Entropy, law of entropy yaranır da. Yəni o 6-sı waste-ə gedir də. Yəni həyatın 10-da 4-ünü yaşadın. Nə bilim sən 70 yaşına çatanda deyirsən ki, ayda mən nə bilim 25 il, 26 il yaşamışam. Yəni o həyatın 26-sından sən zövq almısan. Yəni tüpürüm elə həyatı yaşamaqdansa get öl. Zarafat eləmək kim gəlib özünü öldürməsin. Bu həyat o qədər də yəni şey deyil ki, zor bir yer deyil ki, sən onu ciddiyə alasan. İnsanların qabaqlarına qoyduğu məqsədlərə. Uşaqlar, həqiqətən də həyatınızda nəsə məqsəd varsa, yəni bu karyera ilə əlaqədar ola bilər, öz xasiyyətinizlə, öz görünüşünüzlə və s. və ilahir. Məqsədlər ümumiyyətlə bir pilləkən kimi olur da. Yəni mən niyə burada bunu izah edirəm? Motivasiya verirəm elə bilirsən. Yəni sən nə izah elə. Pilləkən kimi olur. Yəni sən sondakı o mərtəbəyə çatmaq üçün bu addımların hamısından yavaş-yavaş qalxa-qalxa getməlisən. Əgər sən buradan bura hoppanmaq istəyirsənsə, sən kasıbsan. Çünki bir ağıllı adama sual verirlər. Deyirlər ki, bəs necə rahat pul qazanmaq olar? Deyirlər ki, rahat pul qazanmağın bir neçə növü var. Birincisi, kasıb insanların anidən varlanmağından istifadə etməlisən.
İkincisi, qadınların həmişə gözəllik arxası ilə qaçmağından istifadə edir. Nəysə, yəni bunu buradan risk olaraq aparsanız, sən kasıbsan. Və bu, yəni nə bilim, şeydir, bu sənin üçün jackpot deyil ki, sən onu partladasan, uy da, istədiyim hər bir şey əlimə düşdü. Yəni sənin əgər həqiqətən də o qədər bir bəxtin olsaydı, elə bir yığbalın olsaydı, sən hal-hazırda bu vəziyyətdə olmazdın. Yəni birinci bunu dərk elə özlüyündə, ondan sonra gələrsən yenə danışarıq. Özünüzü yığışdırın da, yəni nəysə, bunu demək istəyirəm. Özünüzü yığışdırın. Özünüzü ələ alın və hər şey yaxşı olacaqdır. Sadəcə olaraq biraz bir tərəflərinizə əziyyətə verməlisiniz. 5-ci nöqtənizdə, yəni daha açıq-açıq deməyim. Mən eşitmişdim ki, bir ağıllı adam bir şey deyirdi. Deyirdi ki, bir insan digərinin həyatına ya sınaq kimi gəlir, ya da hədiyyə kimi. Həyatıma gələn insanların bir neçə dənəsini çıxmaq şərti ilə hamısı hədiyyə idi mənə. Siz mənə həqiqətən də çox şey öyrətdiniz. Yəni həmin o insanlar həqiqətən də mənə dəhşətli dərəcədə çox şeylər öyrətdilər. Adi bu dediyim sözü belə, yəni mən elə insanlardan öyrənmişəm. Yaxşı ki varsınız. Özünüzə yaxşı baxın. Həyat davam eləyir. Yəni hardasa haqqınıza girmişəmsə, haqqınızı halal eləyin. Çünki həqiqətən mənim indiyənə qədər heç kəsə pis bir niyyətim olmayıbdı. Yəni əlimdən gəldiyi qədər öz bildiyim düzlərimlə yaşamağa çalışmışam. Böyüdükcə də başa düşmüşəm ki, həmişə düz bildiyim şey düz deyil. Yəni mən də beləyəm də, neyniyək? Etdiyim hər bir şeyə görə peşman deyiləm. Lakin etdiyim səhvlərə görə və qırdığım qəlblərə görə peşmançılıq hissi mənə sonradan gəlib çatır. İstəyərdimmi belə olsun? Yox. İstəyərdimmi ki, daha yaxşı bir insan olum? Təbii ki də, kim istəməz ki. Lakin yəni bu həmişə alınmır da, yəni əfsuslar olsun ki, həmişə bunu edə bilmirik. Amma çalışın siz məndən daha yaxşı olun. Çalışın məndən daha yaxşı olun. Məndən daha güvənilir bir insan olun. Məndən belə yox ha, özünüzün ən yaxşı versiyası olasınız. Nəyə görə? Çünki the sky is the limit. Sən həmişə daha yaxşı ola bilərsən. Sən həmişə daha ağıllı ola bilərsən. Sən həmişə daha yaxşı görünə bilərsən. Yəni bir limit yoxdur. Həyat necə gedər? Həyat bizi necə o izə bu izə atar? Bilmirəm. Amma əgər bir daha görüşməyəcəksə, sağ olun uşaqlar. Yəqin yəni bu hekayə burada bitir. Yaxşı olacaq.